İşdən iş çıxarırıq. Nərmin Aşurzadə ilə idarə etmənin əsasları başlayır. Salam, hər vaxtınız xeyir olsun. Bugün həftənin 4-cü günüdür və bu deməkdir ki, bizim qonağımız 5-ci yüksəliş müsabiqəsinin daha bir qalibi olacaq. Həm söhbətim isə İrşad Əskərxanlıdır. İrşad, xoş gəlmisiniz. Necəsiz? Xoş gördük, çox sağ olun, təşəkkür edirəm sizə dəvətiniz üçün, həm sizə, həm də İctimai Televiziya, radio rəhbərliyinə bu platformada bizə yer verdiyi üçün xüsusi təşəkkür edirəm. Çox sağ olun. Qalib gəlmək necə hissdir? Qalib gəlmək möhtəşəm bir hissdir. Xüsusilə nəzərə alsaq ki, ölkəmizdə belə bir spesifik bir tədbir keçirilir, layihə keçirilir. Cənab Prezidentin təsdiqi ilə, Fərəh xanımın, Fərhad bəyin təşkilatçılığı ilə artıq 5 ildir bu layihə keçirilir. Və bu layihə bu 5 il ərzində özünü doğruldur və belə bir platformada da 20 nəfər qalibdən biri olmaq belə deyək, sözlə ifadə olunması bir sevincdir. Sizcə ən çox hansı biliyiniz, nəyi vaxtında özünüzdə inkişaf etdirməyiniz daha çox kömək elədi qalib gəlməyə? Mən düşünürəm ki, mənim düşüncə tərzim qalib olmağa kömək elədi. Soruşsanız düşüncə tərzi deyəndə nə? Mən düşünürdüm ki, qalib olmaq və ya olmamaq bu mənimlə bağlı bir məsələdir. Belə ki, bəzi yoldaşlar, bəlkə də əksəriyyət düşünürdü ki, orada deyək ki, masada əyləşən digər iştirakçılar var, orada ekspertlər var və qalib olmaq potensialını 100% üzərindən götürsək, bir növ 33% şəxsin özündən, 33% ekspertdən, 33% deyə masadakılardan asılıdır. 1% də həmin günkü hava vəziyyətindən asılıdır. Belə düşünürlər çoxları. Mən öz təcrübələrimdə isə biraz fərqli düşünürəm. Mən düşünürdüm ki, 99% məndən asılıdır və 1% digər təsirlər var. Mən düşünürəm ki, hər şey insan özündən asılıdır və mən bu mindsetlə, bu düşüncə tərzi ilə hər bir кейsdə daha yaxşı edə bilərəm, daha yaxşı nəticə verə bilərəm, daha yaxşı belə deyək, özümü təqdim edə bilərəm düşüncəsindəydim. Ona görə də hər bir deyək ki, кейsin əvvəlində yüksəliş orada bizə bir not dəftər verir, orada qeydlərimizi götürməyə. Hər bir кейsin əvvəlində yazırdım ki, daha yaxşısını edə bilərsən. Özümü ona kökləyirdim, kənar faktorlara köklənmirdim, ekspertləri tamamilə köklənmirdim. Case verilib, case-ə kökləyirdim. Buradan bizdən nə istənilir, nəyi necə edə bilərik, daha yaxşı, daha effektiv, daha strateji, daha və s. və s. Əslində mənim xoşum yaxşı yanaşmadır. Sadəcə doğrudanmı sizcə 99% özümüzdən asılıdır? Bilirsiniz, bu məsələ insandan insana dəyişir, nisbi yanaşmadır. Heç kəs bunun %100 belədir deyə bilməz. Bu bizim individual yanaşmadır. Kimsə bu bölgünü fərqli eləyəcək, kimsə mənim kimi düşünəcək. Amma mən düşünürəm, mənim düşüncə tərzimin mənə üstünlüyü ondan ibarətdir ki, deyək, o masa ətrafında da kimsə fərqli bir istiqamətdə davrananda o məni demotivasiya eləmir, məni ruhdan salmır. Mən onu bir iştirakçı kimi görürəm, tamam. Amma mən öz performansımla maraqlıyam. Bu nəyə gətirir? Deyək ki, orada siz hər hansısa bir fikrinizi səsləndirə bilmirsinizsə belə, bunu kiməsə bağlamırsınız. Bunu özünüzə bağlayırsınız və gələn dəfə bunu alternativi düzəltmək üçün daha doğru bir çalışırsınız, şəkildə özünüzü ifadə eləyəsiniz. Ona görə mən düşünürəm ki, tək o müsabiqədə yox, bu bir növ mənim həyat prinsipimdir. İstənilən bir hadisədə, istənilən bir halda, gündəlik həyatımda düşünürəm ki, 99% məndən asılıdır. Mən birinci özümdə nəyisə düzəltməliyəm ki, istədiyimi əldə edə bilim. Bu mənim əsas düşünürəm ki, düşüncə tərzim idi ki, mənə kömək elədi. Həmişə belə düşünmüsünüz də siz, yoxsa Həmişə yanıldıqca başa düşmüsünüz ki, belə düşünmək? Bəli, yanıldıqca başa Amma ətrafdan tamamilə asılı olmamaq, bax, istər iş yerində əməkdaşlardan, onların əhval-ruhiyyəsindən, ya da rəhbərlikdən, ya da nə bilim, dost, tanış, həyat yoldaşı, sevgili, heç kimin əhval-ruhiyyəsindən asılı olmamaq, bu alınırmı ümumiyyətlə? Yəni biz də insanlıqda qarşı tərəfdən təsirlənə bilirik. Razıyam, başa düşürəm, amma dediyim məsələ odur ki, yəni bu düşüncə tərzidir. Mən düşünürəm ki, əgər mən özümü düzgün ifadə edə bilirəmsə, fikirlərimi düzgün səsləndirə bilirəmsə, qarşı tərəflərdən empatiya qura bilirəmsə,
əsas məsələ kommunikasiya kanallarını açıq saxlayıb düzgün idarə edə bilirəmsə, düşünürəm istənilən insanla ortaq bir məxrəcə, ortaq bir dili danışa bilərik. 5-ci yüksəliş müsabiqəsinin qaliblərindən biri olan İrşad Əskərxanlının fikirlərini eşidirsiniz. Hələ bu fikirləri eşitməyə davam edəcək, amma çox qısa reklam fasiləsindən sonra. İş dünyası ilə bağlı aktual söhbətlər, faydalı məsləhətlər, maraqlı qonaqlarla müzakirələr İctimai Radioda. Nərmin Aşurzadə ilə idarəetmənin əsasları başlayır. Biz bugün yüksəliş müsabiqəsi haqqında danışmaqla yanaşı, həmçinin də təşkilatın uzunmüddətli uğuru üçün HR-lar nə qədər strateji olmalıdır və ümumiyyətlə onların rolu nədən ibarətdir? Bu haqda danışırıq. Sadəcə maraqlısı odur ki, həm söhbətim daxili audit üzrə icraçı direktordur, amma niyəsə bu mövzuda danışmaq istədi. Bəli, daxili audit sahəsi elə bir sahədir ki, şirkətin daxilində olan bütün biznes proseslərə hakim olmalıdır, onlarla bağlı biliklərini və təcrübələrini artırmalıdır. Mənim məhz strateji HR-la bağlı mövzudan bağlı marağım ondan ibarətdir ki, bu platformadan istifadə edib bütün ölkəyə səslənmək istəyirəm, bütün şirkət direktorlarına, bəlkə də bütün HR-lara səslənmək istəyirəm ki, HR-ın əhəmiyyətini biz şirkətlərdə artıraq. Bu da hardan irəli gəlir? Biz ilk növbədə strategiyanın nə demək olduğunu, bizə niyə lazım olduğunu başa düşməliyik. Strategiya dedikdə təşkilatın müəyyən müddətdən sonra çatmaq istədiyi yeri, ora necə çatacağını və hansı resurslarla çatmalı olduğunu müəyyən edən bir sənəd toplusudur, bir belə deyək, yanaşmadır. Burada fikir verdinizsə, üçüncü vurğuladığım məsələ resurslardır. Resursların özü də adətən təşkilatlar tərəfindən 5 kateqoriyada bölünür. Maliyyə resursları var, maddi texniki resursları var, informasiya resursları var, qeyri-maddi resursları var və nəhayət 5-ci də insan resurslarıdır. Hansı ki, insan resurslarından fərqli olaraq bəlkə də digər bütün resursları kopyalamaq olur, insan resurslarını kopyalamaq olmur. Kopyalamaq dediydə nəyə nəzərdə tuturam? Deyək ki, dünyada bir ChatGPT kimi bir proqram təminatı hazırlandı, AI və s. və Çin hökuməti də deyək ki, öz əməkdaşları yaratdılar deyə DeepSeek proqramını kopyaladılar. Amma insan kapitalı elədir ki, onu kopyalamaq düşünürəm ki, mümkün deyil digərlərinə müqayisədə. Deməli, burada insan resursları, insan kapitalı bizim üçün ən vacib olan resursa çevrilir və bunu idarə edən kimdir? Bunu idarə edən HR komandasıdır. Və düşünsək ki, dünya sürətli inkişaf edir və biz artıq 3 illik, 5 illik strategiyalar hazırlayırıq, təmin edirik, təşkil edirik şirkətimiz üçün. Burada artıq HR-ın rolu çox böyük olur ki, biz getmək istədiyimiz məntəqəyə, keçəcəyimiz mərhələlərə kimlərlə gedəcəyik və bu adamları da HR cəlb edir. İrşad, siz eşitmisiniz, son vaxtlar həm də deyirlər ki, mən son vaxtlar eşitmişəm, bilmirəm, bəlkə daha əvvəl də danışılırdı. İnsana resurs kimi baxmaq olmaz. Belə deyək, mən eşitməmişəm. Bu ifadə insan resursu, insan kapitalı ifadələri istifadə olunur ədəbiyyatlarda. Deyək ki, insan kapitalı ilə əvəz eləsək, düşünürəm mahiyyət etibarında elə ciddi bir şey dəyişməyəcək. Yox, təklif olunur ki, istedadların idarə edilməsi filan, yəni belə adlar və insana resurs kimi məhz yanaşmaq bu. Mən öz daxili şirkətimdə, öz komandamın içində hətta insan kapitalı belə kimi baxmıram bu məsələ. Mən istedadların cəlbi kimi baxıram bu prosesə. Amma bu cəmiyyətə bir çıxış zamanı istedadların cəlbi deyəndə, insan kapitalı deyəndə aydın məsələdir ki, bu biraz düzgün anlaşılmır. İnsanlar düşünürlər, insan kapitalı, kapital deyəndə axı insanların ağlına gələn başqa şeylərdir, başqa məqamlardır. Bunu, bu düşüncə tərzini də insanlarda formalaşdırmaq üçün biz elə başlaya bilərik öz bu işlə məşğul olan, bu vəzifə öhdəlikləri yerinə yetirən departamentimizin adından. Onu dəyişə bilərik. Məsələn, bəzi şöbələr, bəzi şirkətlərdə var ki, onlar öz şöbələrinin adını qoyurlar HR Talent Department. Məsələn, belə də dəyişən var. Hətta öz insan resursları komandasının rəhbərlərinə HR Business Partner adını da verən var. Düşünürəm ki, bəli, bu zamandan dəyişəcək və daha müasir bir ad alacaq.
Bir də mən bu gün elə bir ad da gördüm ki, layihəllik üzrə menecer. Bəli. Onlar nə iş görür? Layihəllik üzrə menecer belə deyək, böyük şirkətlərdə belə bir diversifikasiyanın olması vacibdir. Çünki belə deyək, bölsək insan resurslarını ya da müasir dildə gəlin bölsək onu insan kapitalını 2 hissəyə, 2 növə. Əvvəl var idi inzibati, deyək ki, işə qəbul, işdən çıxış, ezamiyə, bu kimi işləri gündəlik kadro çotunu həyata keçirən komanda var idi. Amma biz nə deyirik? Biz deyirik yox, HR biznes qərarlarında iştirak etməlidir. HR insan kapitalının şirkətə cəlb edilməsi, istedadların cəlb edilməsi zamanı aktiv iştirak etməlidir deyəndə biz onlara daha böyük bir belə deyək ki, iş dairəsi vermiş oluruq. Düşünürəm ki, bu istiqamətdə müəyyən bir keyfiyyəti maksimum səviyyədə əldə eləməyə bilərik. Belə olan halda o komandanın daxilində layihəllik üzrə bir meneceri təyin edə bilərik. O da analiz edə bilər şirkətdə cari əməkdaşların arasında layihəllik səviyyəsi nə qədərdir və xüsusilə gələcək perspektivinə baxanda əməkdaşların layihəlliyini artırmaq üçün nələr təşkil etməlidir? Yəni bu belə proqramlar var da, yəni xaricdə daha çox var. Mən hətta sadə dildə bir misal çəkə bilərəm. Deyək ki, xarici futbol klublarında misal üçün götürək, tamamilə başqa bir sferada da. Xarici futbol klublarında futbolçunun müxtəlif əzələ qrupları ilə məşğul olan müxtəlif ekspertlər var. Amma deyək ki, daha kiçik ölçülü, daha kiçik büdcəli futbol klublarında əlbəttə bunu bir nəfər ya 2 nəfər görür. Məsəl üçün orada bəlli bir ekspertə yaxınlaşanda o deyir ki, mən futbolçuların filan əzələsi ilə məşğul olurum. Ancaq onun spesifikasiyası budur. Əslində bu yaxşıdır, çünki biz daha çox fokuslandığımızda bir sahəyə daha çox keyfiyyət və kəmiyyət əldə edə bilərik. Əla. Amma bir çox şirkətlər belə etmir. Bir əməkdaşın bir işi olmur, bir neçə işi olur və bunlara görə öhdəlik daşıyır, iş yükü artır. Və buna da belə izah olunur ki, çünki bu büdcə ilə ya 2-3 nəfərin pulunu sənə verir, yerə sən elə, düzdür o qədər də verilmir, amma hər halda. Ya da ki, yəni biz kiçik biznesdir, bizdən ancaq belə etmək olar. Bu nə qədər yaxşı yanaşmadır və hansı hallarda buna getmək olar əslində? Baxın, burada çox həssas bir məsələ yaranır da. 2 tərəf var, işi görən və işi tapşıran. İşi tapşıran deyə şirkət rəhbəri, direktor, büdcə onunla bağlıdır. O bilir nə qədər xərcləyə bilər, hər hansısa bir əməliyyatla bağlı nə qədər xərcləyə bilməz. Biz işçilər deyək olaraq bizə verilən tapşırıqları ən yüksək səviyyədə etməklə biz mükəlləfik. Orada bir balansı qurmaq lazımdır. Orada tərəflər arasında kommunikasiya qurulmalıdır və balans qurulmalıdır. Aydındır ki, müəyyən bir büdcə limitləri var və o limitlər çərçivəsində biz daha yaxşısını, ən yaxşısını etməyə çalışmalıyıq. Əlbəttə ki, belə bir perioddan sonra biz müsbət nəticələr aldıqca, bizim şirkətimiz daha yaxşı nəticələr aldıqca, əlbəttə bizim maliyyə imkanlarımız da böyüyəcək. Daha belə deyək ki, növbəti illərdə daha böyük büdcələrə sahib olarıq. Həmin dövrdə mən düşünürəm ki, həm işə götürən, həm də əməkdaş bu məsələlərdə bir-birinə qarşı empatiya qurub, orada bir ortaq məxrəcə, balansa gələ bilərlər. Bəs HR-ın sadəcə bir müəyyən əməliyyatları yerinə yetirən yox, daha strateji bir deyək ki, departamentə çevrilməsi üçün ona hansı öhdəlikləri vermək lazımdır? Ona necə bir imtiyazlar vermək lazımdır? Aydındır. Belə deyək, onu birinci növbədə sadə dildə desək, qərar vermə prosesinə daxil eləməliyik. Misal üçün, deyək bir qrup şirkətdir, bunun törəmə müəssisəsinə direktor axtarılır. HR komandası qərar vermə prosesində belə iştirak edə bilir ki, deyək qrup direktorundan, qrupun əməliyyat direktorundan törəmə müəssisəsinə axtarılan direktorla bağlı, şəxslə bağlı gözləntilərini öyrənməlidir. Amma bununla da kifayətlənməməlidir. Onun imkanları, imtiyazı olmalıdır ki, o sözü gedən törəmə şirkətdə əvvəlki direktorun niyə ayrıldığını və yaxud da ki, orada baş verən prosesləri aydınlaşdıra bilməlidir. Niyə ayrılıb? Motivasiyası niyə aşağı olub? Bəlkə qiymətləndirmədə problem var.
Bəlkə orada belə desək, feedback alış-veriş prosesindən bağlı problemlər olub və yekunda dövrün sonunda performansdan narazı qalınıb. Bütün bunlar təhlil olunmalıdır və o prosesi HR idarə etməlidir və onun əlbəttə ki, qərar vermədə rəyi mütləq nəzərə alınmalıdır. Mən bir beynəlxalq şirkətdə çalışırdım. Məsələn, biz orada işə götürmə zamanı 2 nəfər HR mütəxəssis iştirak edirdi və 2 nəfər də əməliyyatdan şəxs iştirak edirdi. Və əməkdaşla intervyudan sonra fikirlər bölüşülürdü. Və biz orada ortaq qərara gəlirdik. Tamam, HR perspektivindən indi orada psixoloji cəhətdən analiz edilir, müəyyən psixometrik xüsusiyyətlər yoxlanılır. Bizim tərəfdən də texniki tərəfləri ölçülür. Və bizim ortaq qərarımız gəlirdi ki, bu şəxsə biz offer verə bilərik, yoxsa yox. Bu prosesə HR biz nə qədər, HR komandasını nə qədər bu prosesə cəlb eləsə, onun artıq strateji rolu artacaq və bir də necə artacaq? O istənilən insan prosesə nə qədər daxil olursa, onun üçün o qədər motivasiya artır və o daha yaxşı nəticə vermək istəyir. Bu istiqamətdə düşünürəm onları cəlb eləsək yaxşı olar. Amma indi bu idealdır da sizin qeyd etdiyiniz. Bəli. Bizdə amma real vəziyyət belə deyil. Deməzdim. Baxın, yenə nisbi məsələdir. Bəzi şirkətlərdə belədir. Əksəriyyətdə necədir? Əksəriyyətdə düşünürəm ki, Azərbaycanda bu yeni tendensiyadır. Yeni bu yanaşmalar tətbiq olunur. O bayaqları dediyiniz məsələ, büdcə məsələləri və s. bu kimi müəyyən deyək ki, ilkin dövrdə çətinliklər varsa, amma düşünürəm bütün şirkətlər artıq bizim ölkəmizdə bu istiqamətdə işlər aparılır. HR-ın funksiyası artıq inzibati HR funksiyasından fərqli olaraq strateji HR funksiyasına doğru irəliləyir. Siz daxili audit olaraq, yəni yəqin ki, bir neçə departament var ki, satın alma, maliyyə filan, onları təftiş edirsiniz, düzdür? Bəli. Sadəcə onları yoxsa hər kəsi? Hər bir. Məsələn, HR departament onları necə yoxluyursunuz və niyə yoxluyursunuz? Orada nə baş verə bilər ki, onu nəzarətdə saxlamaq lazımdır? Bu artıq auditor vəzifəsinin incəlikləridir. Orada şirkətdə risklər həmişə var, belə deyək. Ümumiyyətlə audit risk anlayışı çox geniş bir məfhumdur. Burada nə məsələ var? Var inherent risk məsələsi. Biz indi biraz da daxilat məsələsinə giririksə, biraz bunların açıqlamasını vermək lazımdır. Çox maraqlıdır, çünki auditdən gəlibsə, yəni biz danışmalıyıq. Bəli, inherent risk məsələsi var. Bu nədir? Yəni bu biznes proseslə bağlı artıq mümkün potensial risklərdir. Reallaşmayıb, amma risklərdir. Var kontrol riskləri, nəzarət riskləri. Bu o deməkdir ki, yəni aidiyyatı şəxslər, biznes ownerlar, biznes proses sahibləri müxtəlif nəzarət mexanizmləri qurmalıdır ki, bu risklər yəni reallaşmasın, baş verməsin. Kontrol riski o vaxt baş verir, nəzarət mexanizmi riski o vaxt baş verir ki, nəzarət mexanizmi ya qurulmayıb, ya da ki, qurulub amma işləmir. Burada biz nəyə nəzərə çatdırmalıyıq? İndi istəyir insan resursları komandası olsun, istəyir satın alma, istəyir maliyyə, istəyir müxtəlif emal, istehsalat, hər birində biznesə xas risklər var. Ona görə biz orada audit layihəsi təşkil edirik ki, işə qəbul prosesi şəffafmı keçirilir? HR-a işə qəbul zamanı gözləntilər düzgünmü ötürülüb? Nədir gözlənti? Ola bilər ki, müvafiq vakansiya ilə bağlı direktorun bəlli bir iş təcrübəsi gözləntisi var, təhsil gözləntisi var və müxtəlif gözləntiləri ola bilər. Misal üçün, bölgələrə ezam etmə qabiliyyəti olmalıdır. Biz onları aydınlaşdırmaq ki, bütün bunlar nəzərə alınırmı, alınmırmı? Bu məsələ var. Ondan savayı məzuniyyət, ezamiyyət, bunlar deyək ki, ezamiyyət məsələn, qanunvericiliyə uyğun icra olunurmu, olunmurmu? Ona görə də deyim sizə, hətta ən vacib məsələlərdən biri vəzifə artırımları, əmək haqqı artımları ədalətlidirmi? Onu HR eləmir axı. HR o prosesi idarə edən tərəfdir. Yəni onlardan gəlir bu büdcə, onlardan gəlir bu təkliflər. Məsəl üçün mən qəbul edirsiniz ki, onlar etmir, rəhbərlik edir və sadəcə icranı edir HR. Baxın, realda ola bilər ki, onlar icra edir. Amma biz deyəndə ki, bu dəqiqə qlobal dünyada
HR strateji olaraq bu məsələlərdə qərar verici olmalıdır. HR da bu prosesdə iştirak etməlidir və bu istiqamətdə biz öz tövsiyələrimizi verdikdə artıq şirkət direktoru da bu məsələyə biraz fərqli aspektdən baxmağa başlayır. Düşünür ki, aha, mən ola bilər ki, rəqəmsal deyə əsasda baxıram hər şeyə və düşünürəm ki, bu əməkdaşda hər şey qaydasındadır. Amma HR komandası işçi məmnuniyyəti sorğusu keçirərək doğrudan da başa düşür ki, bu menecerə əmək haqqını artırmaq mı olar? Bu menecerdə vəzifə artımı eləmək mi olar? Misal üçün çəkirəm də bunu. Çünki xüsusilə əslində şirkətlərin əsas problemlərindən də biri nədir? İşçi dövriyyəsidir. Və bunun da əsas səbəblərindən biri işçilərin rəhbər şəxslərlə, meneceri ilə, şöbə rəhbərlə və s. müəyyən uyğunsuzluqların yaranması, kommunikasiya boşluqlarının olmasıdır. Məhz bizim strateji HR dediyimiz şəxslər bizə bu istiqamətdə kömək eləyə bilər. Başa düşür ki, kimin kimdən problemi var. Bəli, vaxtı-vaxtında ora biz müdaxilə eləyə bilirik. Vaxtı-vaxtında orada məsələlər aydınlaşır və əlbəttə ki, ilin sonunda da hər hansısa bir qiymətləndirmə zamanı HR bizə bu datanı verdikdə, bizə deyəndə şirkət rəhbərinə datanı verdikdə, o daha obyektiv və hamı tərəfindən qəbul olunan, şirkət daxilində hamı tərəfindən məqbul hesab olunan qərarlar, promotionlar, yəni vəzifə artımları, maaş artımları verə bilər. İrşad, heç elə olub ki, siz hiss etmisiniz ki, hər hansısa bir departamentdə real problem var. Bəli. Və bilirsiniz ki, kimdən gəlir bu problem. Bəli. Amma o insanla münasibətləriniz yaxşı olduğuna görə Bəli. artıq orada bəzi məsələləri görməzdən gəlirsiniz. Bir audit olaraq. Görməzdən gəlmək deyə bir anlayış ümumiyyətlə daxili auditdə ola bilməz. Çünki bu artıq auditin 5 prinsipindən biri olan dürüstlük prinsipinin pozuntusu deməkdir. Bizim ümumiyyətlə belə deyək, iş və yoldaşlıq münasibətləri mütləq ki ayırırıq. Düşünürəm ki, mənim əməliyyatda olan insanlarla, yəni bir növ audit layihəsini həyata keçirdiyimiz şəxslərlə münasibətlərimiz pis deyil. Düşmən münasibətində deyilik. Onlar da başa düşürlər. Nəzərə alsaq ki, ən azından bizim qrup, şirkət müasir düşüncəli insanlarla qurulmuşdur. Müasir düşüncəli insanlar işləyir. Hətta onlar bir növ bir yerdə təşəkkür deyirlər ki, bu layihə nəticəsində biz haraları, hansı istiqamətləri inkişaflətdirməliyik. Gəlib bizi yoxladınız. Çox sağ olun. Bəli. Buna görə təşəkkür edirlər. Təşəkkür eləyənlər var. Təşəkkür eləyənlər var. Əlbəttə ki, eləməyənlər də olur. Bu da normaldır və yaxud da əks deyənlər də olur. Bu da normaldır. Amma biz belə deyək, öz səhmdarımızdan, öz rəhbərliyimizdən və ya da çalışdığımız şirkətin idarə heyətindən bu istiqamətdə həmişə pozitiv rəylər almışıq və düşünürəm ki, bu istənilən şirkətdə ehtiyac olunan funksiyalardan biridir. Hər şirkətin daxili auditi olmur. Bəli, olmur. Təbii ki, o şirkətin artıq rəhbərliyindən, səhmdardan, qərarından asılı olan bir şeydir. Ən çox hansı sahədə olan şirkətlərdə və ya bəlkə dövriyyəsi artıq nə qədər olan şirkətlərdə mütləq olmalıdır? Belə deyək, bu səhmdardan asılıdır. Yəni o səhmdar istədiyi halda dövriyyəsi belə deyək, aşağı olan bir şirkətdə də qurula bilər və yaxud da ki, böyük bir dövriyyəsi olan şirkətdə də qurula bilər. Hətta yenə də səhmdardan asılıdır. Deyək ki, dövriyyə aşağıdır, amma daxili audit komandasının qurulması şirkətə əlavə xərc yaradırsa belə, səhmdar deyə bilər ki, bu xərc mənim xərcimdir. Mən bunu geri ödəyəcəm şirkətə, amma orada daxili audit qurulmalıdır və mən bilməliyəm ki, orada korporativ standartlar izlənilir. Hər şey qaydasındadır, hər hansısa bir nəzarət mexanizmlərində boşluq yoxdur. O səhmdardan asılıdır. Biz yenidən əgər qayıtsaq HR strategiyasına, istəyirəm o haqqda da orada danışaq ki, məsələn, işçi axını baş verəndə artıq şirkətdə fikir verirsiniz ki, bir müddətdə hər kəs gedir. Bəli. Buna necə, məsələn, siz necə müdaxilə edirsiniz? HR-lar nə etməlidir? Burada daxili audit komandası nə etməlidən çox HR komandası nə etməlidir məsələsinə fokuslanacağam. Mən düşünürəm ki, məhz HR-ın strateji rolu elə burada da özünü göstərməlidir. Yəni işdən çıxış intervyuları olur
onu keçirməlidir. Müəyyən bir proforma var, onun əsasında gedən əməkdaşlarla görüşülməli, onu dinləməli, niyə çıxdığı aydınlaşdırılmalıdır, səbəbləri analiz olunmalıdır və bundan sonra mütəmadi addımlar atılmalıdır. Bunun əhəmiyyəti nədir? Misal üçün, yüksəliş müsabiqəsinin özü də bunu çox gözəl təşkil edir. Nə edir? İdarəetmə mərhələsindən sonra geniş bir hesabat verir bizə, iştirakçılara. Və siz orada baxanda, oxuyanda özünüzün hansı kompetensiya üzrə yaxşı olduğunuzu və ya da hansı kompetensiya üzrə özünüzü inkişaf etdirməli olduğunuzu görürsünüz. Bu nədir? Bu hesabatdır və hesabatı sizə təqdim edirlər və siz onu təhlil edirsiniz. Bu yanaşmanı biz hər yerdə, həyatımızda da tətbiq etməliyik, başa düşməliyik. Nə baş verir? Səbəbi nədir? Bu əslində strateji yanaşmadır. Nəyə görə? Gələcəkdə baş verəcək analoji halların qarşısını almaq üçün bunu eləyə bilərik. HR-ın rolu burada budur. Analiz eləməlidir, başa düşməlidir və artıq nəticə etibarilə nə ola bilər? Deyək ki, işdən gedən əməkdaş daha yüksək əmək haqqıya gedə bilər. Onu da təhlil etməlidir. Bazarda əgər bu əməkdaşa daha yüksək əmək haqqını verən şirkət varsa, biz baxmalıyıq. O şirkət bizdən çoxmu böyükdür, biz əmək haqqını verə bilmirik? Bəlkə biz öz əmək haqqı strategiyamızı dəyişməliyik, öz qayda prosedurumuzu mu yeniləməliyik? Yoxsa bəlkə o doğrudan da hər hansı bir iri bir şirkətə gedib bizim o əmək haqqını verməyimiz üçün növbəti bir 3 ildə müvafiq strateji addımlar atmalıyıq ki, onlar qədər böyüyək. Və yaxud da tamamilə başqa ola bilər. HR təhlili nəticəsində aydın ola bilər ki, o şirkətdə baş verən kommunikasiya boşluğundan yorulduğuna görə gedir. Orada artıq tamamilə başqa bir tədbirlər görülməlidir. Və yaxud da motivasiya ola bilər, olmaz. Və yaxud da ki, təlim, inkişaf məsələsi. Bu çox vacib məsələdir. Amma gedən adam nə qədər səmimi və düz ifadə edir öz getmə səbəbini? Bəli. Bu da vacib məqamdır. Bu da bəli, bir gündə olan bir məsələ deyil. Yenə HR-ın strateji rolu odur ki, ilk gündən kommunikasiya kanalları açıq olmalıdır. İşçilərlə daimi kontaktda olmalı. İşçilər, əməkdaşlar daim özlərini o prosesdə rahat hiss eləməlidirlər və öz belə deyək, öz maraqlarını, onları narahat edən və rahat edən məqamları çatdırmalıdırlar, bildirməlidirlər. Bu olduğu təqdirdə, yəni kommunikasiya olduğu təqdirdə belə bir söz də var. İnsanlar danışa-danışa razılaşırlar. Kommunikasiya olduğu təqdirdə inandırım sizə vaxtında əməkdaşların işdən çıxma səbəblərinin qarşısı alına bilər. Amma biz onları, əməkdaşlarımızı dinləməsək, burada bəli bir problemlər yaranır. Düzdür, biz deyirik ki, hər bir deyək ki, biznes prosesinin sahibi öz əməkdaşlarını dinləməli, onların ehtiyaclarını müəyyən etməli və şirkət imkanları əsasında balanslı bir siyasət yürüdərək, müəyyən bir qədər bir strategiyada yürüdərək bunları təmin etməlidir. Amma bəzən elə olur ki, gündəlik əməliyyatlarla əlaqədar olaraq ya gündəlik tapşırıqlarla əlaqədar olaraq insanlar bunu unuda bilərlər. Məhz burada HR bir model qurula bilər, HR bir forumlar keçirilə bilər, hətta menecerlərin, şöbə rəhbərləri ilə bunlar nəzərə alına bilər. Adətən bu məsələlər artıq xarici şirkətlərdə var. Mən bu belə bir təcrübədə olmuşam. Məsəl üçün partnyor, senior forum deyilən bir görüşlərdə iştirak edirdik və bu iki pozisiya arasında bir çox pozisiya var, illər üzrə böyük bir təcrübə var. Yəni orada məsələn gəlirdi əməkdaşlar öz sözlərini partnyorlara deyirdi, HR-a deyirdi. Belə maraqlı təcrübələr var. Dediyim kimi bir gündə deyil bu, amma biz bunu hədəflədiyimiz təqdirdə, bunu öz gündəliyimizə əlavə etdiyimiz təqdirdə mən düşünürəm ki, hətta işdən çıxma reyt dərəcəsini, göstəricisini kifayət qədər minimuma sala bilərik. Çünki heç kəs düşünürəm ki, deyək 20%, 25% maaşa görə öz xoşbəxt hiss elədiyi şirkətini dəyişməz. Günün sonunda biz evimizə xoşbəxt, deyək ki, stressiz getmək istəyirik. Eləcə də səhər-səhər şirkətin qapısını açanda xoşbəxt və stressiz açmaq istəyirik.
Tamamilə razıyam sizinlə. Təşəkkür edirəm gəldiyinizə görə. Bugünkü həmsöhbətin 5-ci yüksəliş müsabiqəsinin daha bir qalibi olan İrşad Əsgərxanlı idi. Biz onunla birlikdə təşkilatın uzunmüddətli uğuru üçün HR nə qədər strateji olmalıdır və nələr edə bilər, bu haqqda danışdıq.